Əsl sağlam motivasiya səbəb yox, nəticədir. Saxta motivasiya və sağlam motivasiya arasındakı fərq nədir? Bəzən insan ətrafındakı digər şəxslər deyirlər ki, sən bacaracaqsan, özünə inan. Quru motivasiya cümləsi. Və yaxud da ki, sən bir motivasiya, bir qığılcım gözləyirsən ki, o gəlsin, mən sonra işə başlayım. Tutaq ki, gəldi və sən də oxumağa başladın. Açdın riyaziyyat kitabını qoydun qarşına. O dopamindir dostlar, asıllıq yaradır. 2-3 dəqiqədən sonra sönüb gedəcək. Maksimum 2-3 saatdan sonra, maksimum 2-3 gündən sonra bitəcək. Davam elətdirə bilməyəcəksən, amma uğur davamlılıqdadır. Saxta motivasiya odur ki, sən onu gözləyirsən, o gəlir, sən işə başlayırsan. Halbuki, həqiqət budur ki, əsl sağlam motivasiya səbəb yox, nəticədir. Saxta motivasiya hissdir. Gəlir, başlayırsan, biraz edirsən, sonra dayanırsan. Amma sağlam motivasiya odur ki, sən qərar verirsən, intizamlı şəkildə o qərarına riayət edirsən, yəni hərəkət edirsən və nəticədə motivasiya gəlir. Yəni sağlam motivasiya səbəb yox, nəticədir.